4-5 balon baxır da. Məsələn, mən Everestdə bir çıxanda istifadə elədim. Zirvədə mənim oksigenim bitdi biri, digərinə dəyişdik və artıq kampa, 4-cü kampa çatanda tam çatırdıq. Gördük ki, bitir, yenisini dəyişdik. Harca 2-3 balon getdi məndə. Mən bir qadın haqqında qulaq asdım. O Hindistanlı idi, Kanadadan gəlib çıxmışdı. Bəli. Xatırlayırsınız, yəqin onun adını da siz xatırlayırsınız. O ölmüşdü orada. Bəli, Heç hazırlığı bəli, olmamışdı. bəli. Onun 5 balonu var, o da 5 balon onu görməmişdi. Necə ola bilər elə? Çünki hazırlıqsız olubdu, o sürət olmayıbdı və istifadə, yəni o qədər asta gedibdi ki, o daha çox belə deyim, oksigendən istifadə eləyibdi və yaxud da ki, məsələn, mən oksigenin orada dərəcəsi var da, 0,5, 1, 1,5, 2. Mən onu o qədər az qoymuşdum ki, yəni bilim ki, gəlir. Öz nəfəsiniz çatır. Hə, öz nəfəsim deyəndə biraz da psixoloji bir şey var da. Sən hiss edirsən ki, buradan oksigen gəlir, amma dərəcəsinə baxmıram. Hətta şerpama dedim ki, sən mənə demə də, orada neçə qoyursan. O da ən aşağısını qoyubdu ki, bu gedir də onsuz da. Ona görə mən az istifadə elədim. Bəzən o balon donur da, hə? Balon donur, balonun o amma o üçün bəli, orada olan problem yaşana bilər. Məsələn üçün dona bilər, qırıla bilər, hər şey ola bilər də. İlahi. Hər şey ola bilər və mən orada nə düşünmüşdüm? Şans məsələsidir. Mən orada nə düşünmüşdüm? Bizim bir dənə də maska vermişdilər. 2 maska yox idi da. Bir maska idi, hansı ki istifadə edirdim. Biri də çadırda bəlkə də görmüsüz belə 2 dənə tübük gedir buruna, oradan belə yemək yeyərkən çadırda istifadə etmək falan. Mən çıxarkən onu da çantama atdım. İşdi, birdən nəsə olsa, ən azından bu mənim köməyimə çata bilsin. Və yaxud da ki, şerpaya dedim ki, şerpalar daha hündürlüyə dözümlüdülər, oksigensiz şəraitə və s. Hətta şerpada oksigen istifadə edirdi, amma mən ona tapşırdım, dedim, görsən ki, belə yox, belədir, sən mənə bu şeydə də kömək eləyəcəksən.